2022-ci il Kia K5 Kitline 1.6 motor 73.000 mil yürüyüşlə $6.400 start qiymətinə maşın aksiyona çıxır. Maşının ön hissəsində heç bir zədə yoxdur. Maşının arxa hissəsində də zədə, sağ-sol tərəfdə də zədəsi yoxdur. Panorama lyuk, kör nöqtə, açarsı daxil olma. Arxa bagajda belə bir zədə var. Bagaj qapısı dəyişilməlidir. Bir də arxada burada dəmir tiş görülməlidir. Stoplarda heç bir şey yoxdur. Stoplar qırılmayıb. Qara dərisi denik. Xətt izləmə. Multirul. Kablosu şarj olma. Sidenikin isidilməsi, soyudulması var. CarPlay dəstəkləyən böyük monitorla. Zavod Qaradamlandır. Buradan da VIN kodu qeyd edeyim.